Sizləri yeni bir videodan salamlayıram. Bu videoda biz sizlərlə bərabər araşdıracağıq görək ki, gələcəkdə data sektoruna olan tələb artacaq yoxsa azalacaq. Niyə bu videonu çəkməyə məcbur oldum? Heyf ki, təəssüflər ki, bəzi insanlar düşünür ki, zaman keçdikcə data sektorunda olan insanlara tələb azalacaq. Niyə? Onlar fikirləşir ki, AI-ın inkişaf eləməsi ilə və biz kod yazmağa ehtiyac olmayacaq, kod yazmağa ehtiyac olmadığına görə də data sektorunda olan insanların sayı azalacaq. Həqiqətən bu belədir yoxsa yox? Gəlin bu suala cavab tapaq. Bu sualı mən araşdıranda demək olar ki, ən güvəndiyi mənbələrdən biri olan World Economic Forum qarşıma çıxdı. Və onların belə bir araşdırma var. 2025-ci ildə iyul ayının 7-sində, yəni təzəliklə belə bir araşdırma onlar yayınlayıb. Araşdırmada göstərir ki, 2025 il ilə 2030-cu il arasında hansı sektora tələb artacaq? Eyni zamanda hansı sektora tələb azalacaq və s. Yəni bunlar əgər vaxtınız varsa, siz də biraz bu araşdırma hissələrini oxuyun. Görün ki, hansı məsələn bazarda olan insanlara zaman keçdikcə daha çox ehtiyac duyacaq. Əlbəttə ki, burada hamısını oxumağa bizim zamanımız yoxdur. Ona görə də mən sadəcə bizim üçün önəmli olan bu hissəni sizə göstərmək istəyirəm. 19-cu səhifəyə əgər siz də gedərsiniz, bu linki də sizinlə paylaşacağam. Siz orada özünüz bu reporta baxa bilərsiniz. Deməli, burada belə bir qrafik var. Qraf göstərir ki, 2025-dən 30-cu ilə qədər ən çox böyüyən və azalan işlərin siyahısını göstərir. Bizim üçün böyüyən lazımdır. Azalana da baxa bilərik, amma hələ ki bizim üçün hansı sektorda olan işlər gələcəkdə, yəni 2025-2030-cu ildə böyüyəcək və nə qədər böyüyəcək buna baxaq. Neçə faiz böyüyəcək buna bax. İlk yerdə durur Big Data Specialist. Görürük ki, data sektoruna olan tələb 5 ildə sadəcə neçə faiz? Yardımcı 110% artacaq. Bu böyük bir inkişafdır, bu böyük bir göstəricidir. Bu report oxuyanda siz görəsiniz ki, eyni zamanda hansı deyək ki, qabiliyyətlər daha çox önə çıxacaq. Bunu da siz özünüz araşdıra bilərsiniz. Amma qısa olaraq deyə bilərik ki, baxın ki, 5 il ərzində data sektoruna olan tələb nə qədər artacaq. Big data deyəndə biz nəyi nəzərdə tuturuq? Bəlkə qısa deyək, bu hər hansı bir həddən artıq terabayt, petabayt kimi məlumatlar gəlir və onların deyək ki, analiz olunması, onların emalı ilə məşğul olan insanlar olacaq. Və bunlara aid məsələn data engineer ola bilər, engineer analytics ola bilər, big data analytics və s. Yəni adının nə olmasından asılı olmayaraq əgər bir insan böyük datalar, big data işləyirsə, onlar olan tələb artacaq. Mən buna görə də məsələn kursuna görəsiz ki, sırf Pandasa kifayətlənmədim. Eyni zamanda Polars'ı da ora əlavə elədim. Niyə? Ona görə ki, mən də düşünürdüm ki, elə zaman keçdikcə big dataya olan tələb artacaq. Niyə? Ona görə ki, hazırki işimdə elə çoxu zaman müştərilər bizə big data ilə işləmək üçün müraciət edir. Onların həddən artıq məlumatları var, amma bilmirlər ki, bu məlumatları necə analiz edə bilərlər və bu məlumatda necə bir business case və yaxud da hər hansı bir məlumat istifadə edər, necə deyək ki, pul qazana bilərlər. Qısa olaraq belə deyə bilər. İkinci yerdə isə fintech. Burada isə fintechdə isə, yəni finance və texnologiyanın bir növ birləşməsidir. Tamına bizim işimizə aid olmasa da, burada da mən deyərdim ki, biraz data analysis hissəsi ola bilər. Amma tamına bizim işimiz olmadığına görə bunu mən keçərdim. Üçüncü yerdə isə duracaq AI və machine learning specialist. Yəni əslində AI və machine learning haqqında danışmağa ehtiyac yoxdur. Ona görə ki, bu dövrdə hamı bu barədə danışır. Hər kəs demək olar ki, data ilə maraqlanan hər kəs artıq bunların nə olduğunu bilir. Amma sizin burada mənim də diqqətimi çəkən və sizə də bunu bildirmək istəyirəm. Burada görürsünüz ki, big data specialistlər daha çox ehtiyac duyacaq, nəinki AI və machine learning specialistlər.
Yəni bu onu göstərir ki, hər zaman raw data ilə, yəni emal olunmamış data ilə işləyən insanlara daha çox ehtiyac duyacaq. Bu da bizim işimiz deyil. Software and application developer. Bundan keçək. Bizim işimiz olacaq, data işlərindən birisi olacaq data warehouse. Görürük ki, yenə də burada neçənci yerdə durub? 1, 2, 3, 4, 5, 6-cı. Neçə faiz artacaq? Hardasa 50% bu data warehouse-un işlərinə ehtiyac artacaq. Data warehouse deyəndə nə nəzərdə tutulur? Qısa olaraq bəlkə deyim. Məlumat gəlir, məlumat deyək ki, JSON formada gəlir, raw formada gəlir və onları biz hər hansı bir deyək ki, formaya salırıq və analitik üçün hazır saxlayırıq. Bunların yığdıqları, deyək ki, məlumatları topladığımız yer olacaq data warehouse. Baxaq yenidən başqa bizim işimiz üçün önəmli olan yer varmı? Məsələn, bu hal-hazırda elə mənim işimdə də Internet of Things, yəni IoT ilə Big Data-nın bir növ qarışığıdır. IoT deyəndə nə nəzərdə tutulur? Sensorlar. Məsələn, sensorda bütün məlumatlar hər millisekund, yəni hər bir millisaniyə belə məlumat göndərilir. Onlar isə müştərilər bilmək istəyir ki, bunlar məlumatı necə analiz edərlər və yaxud da ondan deyək ki, necə fayda əldə edə bilərlər. Və data analitik və data science. Bu sektora da tələb artacaq. Hardasa 40%, yəni 5 il ərzində 40% bu sektora tələb artacaq. Baxaq ki, növbəti DevOps engineer. Burada da demək ki, data sektoruna aid ola bilər. Ona görə ki, burada da indiki dövrdə tam-tamına bizim anladığımız DevOps işlər deyil də, bir növ dəyişib DataOps olur. DataOps-da isə məsələn bu texnologiya, müasir texnologiyadan istifadə edərək insanlar, daha doğrusu müasir texnologiyadan istifadə edərək biz necə warehouse-lar qura bilərik və yaxud da data emal edə bilərik. İndi isə gəlin qısa olaraq görək ki, hansı işlərə tələb azalacaq. Yəni data sektoruna aid olan hər hansı bir iş burada varmı? Post burada bizim işimiz yoxdur. Data entry. Burada isə mən bunun data ilə heç bir əlaqəsi yoxdur. Sadəcə bu isə datanı sistemə daxil edən insanlar ki vardı. Onlardan söhbət gedir. Yəni bizim sektorla heç bir əlaqəsi yoxdur. Bununla bizlə əlaqəsi yoxdur. Accounting. Biz müasib deyilik. Bununla da bizim əlaqəmiz yoxdur. Baxaq. Aha, görə ki, data sektoruna aid olan heç bir işə tələb azalmayacaq. Nəinki azalmayacaq, hətta bizim gözlədiyimizdən daha artıq artacaq. Elə isə siz insanların nə dediyinə fikir verməyin. Əgər bu sektoru sevirsinizsə və bu sektor güvənirsinizsə, özünüzə deyək ki, bu sektorda siz uğurlu olacaqsınız. Ona görə ki, başqa insanların nə dediyinə fikir vermədən, sadəcə sizin üçün uyğun olan hansısa, fərq yoxdur, data engineer ola bilər, analytics ola bilər, engineer analytics ola bilər, data science və s. Bu sektora gedin və əlinizdən nə gəlirsə onun ən yaxşısını eləyin. Beləliklə bu videoda bu qədər. Növbəti videoda görüşmək üzrə.